Türkiyə və Azərbaycan hakimiyyətləri arasında nə baş verir? Hakim elitalar arasındakı gərginlik cəmiyyətə də təsir edə bilərmi? Əslində bu suallara cavab tapmağa çalışıb. Ötən həftə İranda müharibənin getdiyi bir dövrdə Azərbaycan hakimiyyətinin nəzarətində olan medialarda Türkiyəyə qarşı yazılar və siyasi təhlillər yayılmağa başladı. Bu yazıların ən yüksək nöqtəsi kimi Hakim Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyevin APA agentliyinə verdiyi müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı iki ölkənin qardaşlığına qarşı fəaliyyət göstərən qüvvə kimi göstərməsi oldu. Aparıcı media qruplarından olan Türkvaz media qrupunun gündəminə nəzər yetirsək aydın olur ki, bu qrup tərəfindən Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparılır. Azərbaycan məqsədi yönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuransa odur ki, Türkvaz qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin yaxın üzvüdür. Bunun ardındansa Berat Albayraka məxsus media platformalarında Musa Quliyevin ittihamlarına qarşılıq cavab materialları yayımlanmağa başladı. Musa Quliyevin dediyi Türkvaz qrupuna daxil olan A Xəbər və Daily Sabah saytlarında onun ittihamları İsrail tərəfdarlarının və Mossadın çirkli propagandası adlandırıldı. Lakin martın 9-da Əliyevlə Ərdoğan arasında baş tutan telefon danışığından sonra Berat Albayrakla bağlı yazılar hakimiyyətin nəzarətində olan medialardan silindi. Siyasi təhlilçilər hesab edirlər ki, tərəflər ritorik qarşıdurmanın daha da gərginləşməməsi üçün hər iki ölkədə gedən materialları internet resurslarından silmək qərar veriblər. Həm Azərbaycan, həm də Türkiyədəki müstəqil ekspertlər hesab edirlər ki, bu ritorik qarşıdurmaya səbəb martın 5-də Naxçıvana dron hücumundan sonra Prezident İlham Əliyevin İrana qarşı hədələyici çıxışı oldu. Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. İlham Əliyevin bu çıxışından sonra isə Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyası üzvlərindən sərt reaksiyalar gəlməyə başladı. Səbr kəsasının daşdığı görünür. Türkiyədə qazandığı siyasi kapitalı belə asanlıqla xərcləməyə nəzərdən keçirməsi ölkəsi və ailəsi üçün çox ciddi xətadır. Azərbaycan qəzəbinə nəzarət eləyə bilmir. İsrail mediasının yazdığına görə İrana qarşı müharibəyə hazırlaşır. İnşallah belə bir səhvə yol verməz, soyqırımçı dövlətin arxasınca düşməz. Əgər Azərbaycan qardaşına, Türkiyəyə deyil soyqırımçılara üstünlük verərsə, qardaşından qopar, ölkəsinin qazanclarını itirər. Bundan başqa digər millət vəkillərindən də Azərbaycan prezidentinə qarşı ciddi ittihamlar eşidildi. İsraillə birlikdə müharibəyə qoşulmaq üçün fürsət axtarırsınız, əvvəlcə özünüzün və ailənizin korrupsiyasına və zülmkar rejiminə son qoyun. Lakin bu gərginlik təkcə siyasi elita səviyyəsində deyil, eyni zamanda cəmiyyətdən də sezilməyə başladı. Siyasi şərhçi İlkan Dalquç deyir ki, ortaq qazanclarına baxmayaraq Əliyevlə Ərdoğan arasında İsrailə münasibətdə illərdə addım-addım dərinləşən fikir ayrılığı var və Türkiyənin İsraillə münasibətləri pisləşdikcə İsrail Azərbaycanla yaxınlaşırdı. Onun sözlərinə görə İsraillə yaxınlıq İlham Əliyevin avtoritar rejiminə Qərb dünyasında legitimlik qazandırdı. Türkiye'de Erdoğan İsrail'e karşı sert bir söylem geliştirdikçe de belli kesimlerde iktidarın sadık destekçisi olan ama İsrail'e karşı sert tavır olan kesimlerde de Azerbaycan'a karşı bir rahatsızlık ortaya çıkmaya başladı. Bu rahatsızlık bir noktaya kadar kontrol edilebildi ancak İran'a İsrail ve Amerikan saldırısı gerçekleşince tabii bu rahatsızlık yükseldi ve bu saldırının arkasından İran'dan Azerbaycan'a işte bildiğim kadarıyla 2 tane drone saldırısı oldu. Bir tanesi düştü, bir tanesi düşürüldü. Bütün bunların neticesinde de Azerbaycan'dan İran'a karşı yükselen tepki, Türkiye'deki özellikle İsrail'e karşı duyarlı kamuoyunu Azerbaycan'ın İsrail ve Amerika'nın yanında yer alacağı, İlham Aliyev'in İsrail ve Amerika'nın yanında yer alacağı duygusuna yakınlaştırdı ve daha sertleşen bir kamuoyu oldu. Əslində mövcud narazılığın daha geosiyasi və qlobal məsələyə söykəndiyi müşahidə olunmaqdadır. Həm Türkiyə toplumu tərəfindən səslənən fikirlər, həm də Ərdoğan hakimiyyətinin yürütdüyü siyasət bunu deməyə əsas verir ki, məsələ yaxın şərqdə nüfuz və söz sahibi olmaq uğrunda mübarizədir.
Başqa sözlə Ərdoğan hakimiyyəti yaxın şərqdə keçmiş Osmanlı qüdrətini və nüfuzunu yenidən özünə qaytarmaq uğrunda mübarizə aparır. Beynəlxalq məsələlər üzrə ekspertlər bildirirlər ki, bu mübarizədə Türkiyənin rəqibi İsraildir və İsrailin də bugün apardığı savaş yaxın şərqdə hegemonluğu ələ almaq uğrundadır. Bu mövqedən çıxış edən Türkiyəşünas ekspert Rüstəm İsmailbəyli bildirir ki, Türkiyədə hazırda açıq-açıq öz siyasi mövqeyini İsraildən tərəf qoyan siyasi partiya, qrup və təşkilatların ümumi reytinqi ümumi xalqın 10%-ni keçməsi mümkün deyil. Bu da AKP də eyni mövqedədir, CHP də eyni mövqedədir, MHP də eyni mövqedədir, İYİ Parti də eyni mövqedədir. Türkiyə daxilində böyük ehtimalla DEM də eyni mövqedədir. Yəni burada məsələ ondan ibarətdir ki, mühafizəkar, milliyyətçi, sağçı tərəf buranı müsəlman qardaşlığı, İslam qardaşlığı, ümmət üstündən oxuyursa, sol tərəfdə İsrailə qarşı anti-imperialist yanaşma, Fələstin xalqının öz müqəddəratının təyin haqqı və Amerika ilə İsrailin yaxın şərqdə Türkiyənin qonşularına və hətta Türkiyənin günün sonunda özünə də bir aqressiyası, bir imperialist hücumu kimi görürlər. Bu cəhətdən Türkiyə cəmiyyətində yekdilliyi ilə İsrail əleyhdarlığı və Fələstin dəstəkçiliyi var. Yeri gəlmişkən ictimai rəy sorğuları göstərir ki, Türkiyə əhalisinin 84% İsrailə qarşıdır. Azərbaycan iqtidarı isə İsraillə müttəfiqlik səviyyəsində ittifaqdadır. Enerji, hərbi sahələrdə sıx əməkdaşlıqla yanaşı, beynəlxalq diplomatiyada da bir-birlərini dəstəkləyirlər. Görünən budur ki, rəsmi Bakı üçün məsələ həm də yaxın şərqdə hegemoniya və dominantlıq uğrunda qarşı-qarşıya dayanan iki ölkədən hansı birinin, İsrailin yoxsa Türkiyənin yanında durmaq seçimidir.